Bugünler 22 noyabr 2025-ci il 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi, Şuşaya qədər döyüş yolu olan, döyüş yolu keçən Rəhimli Ömər Rəşədoğlu'nun anım günüdür. Şəhid anaları, şəhid ataları və Hindaq qəsəbə sakinləri tədbirdə bugün iştirak edirlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 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 Sağ olasın. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Burada duran qardaşlarımız da elə əksəriyyəti şəhid ailələri, qazilərimizdir. Milli qəhrəman Etibar İsmayılovun qardaşı oğlu, həm də bu qəsəbənin icra nümayəndəsidir. Vüsal qardaşımız, qazimizdir. Maksud Şəhidoğlu'dur. Allah hamınızdan razı olsun. Allah köməyiniz olsun. Şəhidimizin atası. Şəhidimizin anası. Bunların bir dəqiqəlik sükutla yazılmışlar. Allah ruhları şad eləsin. Gel bak. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Allah şad olsun.